qadın beynidir və siz ana bətnində qadın hormonlarının təsiri altında yetişmisiniz. Yəni estrogenin təsiri, hakimliyi altında yetişmisiniz. Bəs bu nə kimi xüsusiyyətlərə səbəb olur? Az öncə sadaladığım qadınların çox bilinən xüsusiyyətlərinə səbəb olur. Qadının yaddaşının güclü olmasının səbəbi onun ana bətnində gəlişərkən, formalaşarkən ilkin olaraq beynində yaddaş mərkəzinin yaranması ilə əlaqədardır. Növbəti videoda isə kişidə hansı mərkəzin daha aktiv olduğu və yaxud da aktiv olmadığı haqqında danışacağam. Amma qadınlar bəs niyə görə çox danışırlar? Çünki beynimizin Broca mərkəzi dediyimiz, hardasa təqribən bu hissələrdə olan danışma mərkəzi göstərilmişdir ki, kişilərlə müqayisədə 2 dəfə böyükdür. Bu isə onların daha çox danışmağının səbəbini göstərir. Yəni bu qadının mənfi xüsusiyyəti kimi qələmə verilir, amma edəcəyi bir şey yoxdur. Beynin quruluşu budur. Bu onun beyninin